Yoxsa iki əllə? Bir ayaqla. Bir əllə. Bir əllə. Nə ayaqla daymadım. Hə. Yaxşı, handbolda bir oyunçu topu tutsa neçə saniyədən artıq özündə saxlaya bilməzdi? 3 saniyə. Aha, neçə addımdan artıq ata bilməz? 3 addım. 3 addımdan artıq ata bilməzdi. Yaxşı, handbolda pasiv oyun neçə ötürmə idi? 4 ötürmə. 4 ötürmə. Təşəkkürlər müəllim. Sağ olun. Həbbə müəllimə, Mahmudova. Həbbə Mahmudova. Salam müəllim. Salam anam, axşamınız xeyir olsun. Aha. Axşamınız olar müəllim, mən dinləyəcəm Yaxşı, bugün. oldu anam. Sonra gəldik Tamam. kimə? Siz sağ olun. Adəm müəllim, Adəm müəllim. Axşamınız xeyir olsun. Axşamınız xeyir müəllim. Hə. Adəm müəllim, handbol idman oyunda qovulan oyunçunun yerinə oyunçu girir. Bəli müəllim. Aha, handbol idman oyunda bir komandaya neçə dənə sarı kart göstərsən? Bir komanda 3, bir oyuncuya bir. Aha, oyuncu əvəz etməsi düzgün yerinə yetirilmədikdə nə olur? 2 dəqiqəlik cəza. Aha, 2 dəqiqə cəza alır. 2 dəqiqə cəzası tamam olmadan oyuncu oyuna qayıda bilər. Xeyr müəllim. Aha, Avropa və Dünya çempionatı neçə ildən bir keçirilir? 2 ildən bir. Yan xəttdən birbaşa qol qeydə alınırdı. Bəli, yəni bolda istənilən bir zərbə qoldur. Aha, qapçı meydançasında yerləşərək rəqibi təhlükə məruz qoymağına icazə verirlər. Xeyr müəllim, 7 metri penaltı. Aha, 7 metri penaltı. Oyunda istənilən vəziyyətdə 100%lik qolun qarşısında alınarsa oyun nə ilə bərpa olunur? 100%lik. 7 metri 7 metri penaltı nədir? Müdafiəçi qapçı meydançasına girərək rəqibi qol vurmaq imkanından məhrum eləmirsə, eləmirsə sərbəst Aha. sərbəst girsə 7 metri penaltı. qəşəng. Top son olaraq qapçıya toxunub qapı xəttindən hava ilə və yoxsa da yerlə keçərsə oyuna kim başlayır? Qapıdan zərbə. Qapıdan zərbə. Bəs top son olaraq müdafiə olunan komandanın oyunçusunun toxunuşundan sonra qapı xəttin hava ilə və yoxsa da yerlə keçərsə? Üçüncə yaxın yerdən yan xəttə. Aha, üçüncə yaxın yerdən yan xəttdən. Handbolda 7 metri penalti zamanı qapçı oyun qaydasını pozarsa, top qapıdan keçərsə qol qeydə alınır. Bəli, qeyd alınır. Qəşəng. O əyərlərin keçilməsi nəşərlənir. Qəşəng, təşəkkürlər qardaş. Araz Cəfərov. Axşamınız xeyir. Araz müəllim, handbol idman oyunu olimpiya idman növüdür, qeyri-olimpiya. Olimpiya idmanı. Aha, handbol olimpiya idman növüdür. Handbol neçənci ildə belə handbolda Avropa və Dünya çempionatı özü neçə ildən bir keçirilir? 2 ildən bir. 2 ildən bir keçirilirdi. Əvəz etmə düzgün yerinə yetirilmədikdə oyun necə davam eləyir? Əvəz etmə düzgün. Hə. Oyunçu oyundan 2 dəqiqəlik kənarlaşdırılırdı. Bəli. Bir komandaya maksimum neçə sarı kart verə bilərsiniz? Oyunda ən ağır cəzaya malik olan kart hansı kartdır? Mavi. Mavi kartdır, bəli. Yaxşı. Qırmızı kart göstərilən oyuncu bir daha oyuna girə bilər özü.